Siz axı bunu edirsiniz. Çox idi. Ən çox yetmələr oldu təlim. Sizin buna klavkavsiyasiyanız varmı? Bak belə də yazıblar. Klavkavsiyasiyanız varmı? Bəli. Klasifikasiyanı, klavgivasiyanız varmı? Var mı sizin klavgivasiyanız? Təlimə əlacları olsa inanın ki, əllərinə keçsəydim bəlkə də öldürərlər mən ki, sən nə inirsən axı, sən bizim kartları niyə cırırsan? Sualıma cevap verin. Klavgivasiyanız var mı? Yani klasifikasiyanız var mı? Mənə bir dəqiq izah versəz. Onların dili. Yani buna ixtiyarınız, sənədiniz, hüququnuz var mı? Gəlin onda tanış olaq da kim kim. Olan mı tanışalım? Ben mi tanış edim sizi, siz mi tanışalırsınız? Mən sadəcə özümə yetdi deyə bilərəm. Siz kimsiz axı? Mən 18 il uşaq təcrübəsi olan bir Ne mütəxəssisəm. kadar? Ne kadar? 19 yaşında uşaqlarla çalışıram. İnstitut tələbəniz var mı? Əlbəttə, artıq universiteti bitirənlər də var. Üniversiteti bitiren tələbələri Ailə olan müəllim kimi. Tek müəllimlik buna size icazə verir mi? O kadar müəllim var. Size mi qalıb? Yox, təliməm. İxtisasım psixologiya idi. Zaten O psixologiya. Siz ne psixologsunuz? Kommentləri oxuyuram. İzləyicilər, bu mənim tərzim deyil. Mən kommentləri oxuyuram. Siz necə psixologsunuz ki, uşağın sevdiği oyuncağı əlindən alırsınız? Təliməm, mən həm uşaq psixoloquyam, həm ailə danışmanıyam, həm yeniyetmə psixoloquyam, həm yetişkin. Özünüzden Amerika çıxarırsınız. Yox, həm də Amerikanın həqiqi üzvüyəm. Ne danışsınız? Xarici Amerika təhsildən, psixoloqiyası. İsveçrədən, Finlandiyadan xəbəriniz var sizin? Bəli, təlimlərimiz oxu tədris mərkəzində sırf Finlandiya təlimi ilə gedir. Eyni zamanda da İsveçrənin testerıyam, həqiqi testerlər. Biz sizdə ağıllı, sizdən başqa bunu deyən başqa psixoloqlar, danışmanlar yoxdur. Yəni çoxdur, ağıllı adamlar çoxdur. Sadəcə mən də onlardan biriyəm yəqin ki. Tanıyırsınız məni ağıllı adamlardan? Çox da Azərbaycan. Məsəl üçün, bizim mərkəzə gələnlərdən Azərbaycanda mütəxəssis çoxdur, Azərbaycanda professional çoxdur, Azərbaycanda həkimlər çoxdur. Bizim mövzumuz mərkəzinizin daxilindədir. Bəli. Baxın, Mərkəzimizin bu daxilində. yeri qeyd edək, sizin mərkəzinizin daxilində danışıram. Mənim kənarla işim yoxdur. Gördüklərimizi deyək də o zaman. Gördüklərimizi. Sizin mərkəziniz nə qədər irəli gedə bilir, kimləri görə bilər axı? Deyə bilərəm ki, bizim işin qurulmasında, Aha. yəni çiyin-çiyinə verdiyim həmkarım Təlim Məmmədov var. Aha. Yəni bunu alqışlamaq lazımdır. Daha sonra mərkəzimizə gəlib Azərbaycanda və Türkiyədə çox tanınmış olan Doktor Fərhad Aslan. Yəni adını deməklə artıq bütün psixologiya dayanır demək olar. O Doktor Fərhad Aslan Google'ın ikinci, üçüncü CEO'larını, şəxslərini, böyük plaza rəhbərlərini, ailələrini, işçilərini, böyük vəzifəli və məmurlu şəxslərin fərdi, ailə və yeniyetmə psixologiyasında on minlərlə case, vaka, hadisəsi olan və oxu tədris mərkəzinə gəlib həm müəllimlərinə təlim verən Və bir də təliməm ən vacibi xeyir duasını almışıq. Aha. Yaxşı, bir Doktor Fərhad Aslanla düzəlir bu iş. Başqa? Təliməm Türkiyədə Pozitiv Baba adında Aha. tanınan Burak Alptekin bizim mərkəzimizin qonağı olub və bizim disiplin təlimimizi çox bəyənib. Azərbaycanda da ilk təməli bizimlə qurmaq istəyir. Azərbaycana gəlin. Daha sonra Yaxşı, bir dənə də türk adı deyil. təliməm çoxdur türklərimizdə. Doktor Sultanbek Almatov. Bəli, Kimdir yəni ki o? Neyropsixologiyanın banisi deyək. Nəyin? Neyropsixologiyanın. O psixologiyadan keçdik indi neuropsixologiyaya. Neyropsixologiya hansı ki insanın həm fiziki, həm duyğuları, həm psixi durumunu tam bir arada təlim olaraqdan ortaya çıxardacaq bir bölmədir, psixologiya bölməsidir və oranın da banisi gəlmişdir mərkəzimizə. Sonra bir də bir yaşlı nənə də bir gətirmisiniz, yoxsa gözəl bir Salihə xanımı gətirmisiniz. Adı kimi özü də Salihə olan Salihə Ərdən mərkəzimizin qonağı oldu. O da Türkiyənin psixoloqudur. Azərbaycanımızdan da çox məşhurlarımız var. Kim gəlir? Mərkəzimizə gələn. Sağlamlığın bir mənbəyini deyin, sağlamlığın nümunəsini deyin. Adını qızıl hərflərlə Azərbaycanın güləş tarixinə yazan Talih Məmmədov. Mən deyiləm ha. Talih Məmmədov şəxsən dostumdur. Bəli, qonağımız oldu. Bildiyimə görə qızı da oxu tədris mərkəzinə gəlib Elə Talih müəllimin öz tələbəsi olub. və bu yaxında da yenə də gələcək, amma
Başqa kimlər olub bizdə? Mərkəzimizə qonaq gəlib, Azərbaycan çox tanınmış yazarlar. Qonaq çox adam gələr. Yemək bişirərsən qonaq gələr. Orada övladı oxuyub nəticə alan məşhurlarımız varmı? Yəni bizi tanımaq üçün gəliblər əslində. Çinarə xanım Köçərli gəlib, Kimdir ki o? yazarımız. Yazar, Araşdırsaq. nəşriyyat. Bəli, Tinki nəşriyyatının rəhbəri və Aha. eyni zamanda yazarımız, çox uşaq ədəbiyyatı üzərində çox möhtəşəm işləri var. Daha sonra hal-hazırda mərkəzimizdə təhsil alır Azərbaycanda YouTube-un banisi deyək. YouTube-un banisi. YouTuber kimi. Yavaş deyin, Yani YouTube mesela- silkelənməsin. Silkelənməli dəsin. Azərbaycan üçün birinci adamdır yəni. Kimdir o? Harun Məmmədov, yəni hal-hazırda da uşaq bizdə təhsil Və alır. Zeyd Məmmədov. İkisi də ayrı-ayrı şəxsiyyətlərdir ha YouTube-da. Bəli, YouTube-da bəli. Tamam, bunları bildik. Yaxşı. Anladıq ki, sizin sözünüzü deyənlər çoxdur. Deməyənlər də çoxdur. Hamı sizinlə razılaşmağa məcburdurmu? Yox təbii ki, amma doğruları məcbur etməyə təlim edir. Müəllimə, uşaq yetişdirir. kommentlərdə kimi bombardıman edirlər. Mənə konkret cavab verin. Məcburdur, deyil. Yox, məcbur. Məcbur deyil. Siz nə bilirsiniz, əxlaq nədir? Bəli. Siz ümumiyyətlə əxlaq sözünün mənasını bilirsinizmi? Kommentlərdə ha bunlar hamısı. Aha, bəs hər bir eyni o yazan kommentlərə biz ümumi cavab olaraqdan da belə bildik ki, bəs əxlaqsızlıq nədir? Ora qayıdacağıq hörmətli izləyicilər. Biraz tempi aşağı salaraq qayıtmaq istəyirəm. Uşaq oyunda mı öyrənir, öyrənmirmi? Nə düşünürsünüz bu oyunların üstünə? Uşaq oyunda həyatı dərk edir, amma telefon oyununda deyil. Aha. Yaxşı, bir kartla nə ola bilər ki uşağa, ay müəllimə? Bir kartla uşağın əxlaqı pozula bilər, uşağın psixikası pozula bilər. Bir kartdan uşağın həyatı məhv ola bilər. Biz də uşaq vaxtı oynamışıq. Elə məhz biz də valideynimizin boşluğundan bu hala gəlmişik. Bir də ki bizim oynadığımız kartın üstündəki oyuncaqlarla indikilər birdir. Bir deyil təbii ki, amma yenə də bir uşağın boşluğudur. Təliməm, orada kommentlərdə biri yazmışdı ki, 90'ların uşaqları da kartlarla böyüyüb. Yəni biz də valideynlərimiz pul verirdi, nəsə bir qida almaq üçün, özümüzə nəsə bir şey almaq üçün, amma biz nə edirdik? Gedib kart alırdıq, kartla oynuyorduk. Təbii ki, bunu danışmağın elə özü böyük bir ayıbdır. Və eyni zamanda da yəni hal olaraqdan doğru bir şey eləməmişik. Yəni bizim də elə həyatımızda valideyn boşluqları olub deməkdir. Bir kartla nə olar deyirlər? Qumar olar, fal olar, azart oyunları olar, Artıq həyat. yolda loto olar, başqa şeylər olar. Bir kartlandır da o kağızla. Müəllimə, yaxşı qayıtdıq. Sizcə... Yox, burada təlimə bir dənə yazı var, sıradan biri yazır ki, 90'larda olanların niyyəti ilə indikilərin niyyəti eyni deyil. Belə yanaşmayaq. Heç indikilər də niyyəti pis deyil. Sadəcə uşaqlarımız yanlış yönlənir. Təlimən. Mən onu bizim izləyicidir deyə mən deyim sizə. O demək istəyir ki, yəni o vaxtı 90'larda hər kəsin niyyəti saf idi. İndiki bu sosialdakıların niyyəti bir deyil. Ora vurğuluyur. Əgər bir uşaq olaraqdan götürsək, təliməm, 90'lardakı da uşaq idi, indiki uşaq da uşaqdır. Sadəcə biz uşaqdır, deyilik. Biz valideyn olaraqdan yanlış yanaşırıq. Biz uşağımızı düzgün tərbiyələndirsək, cəmiyyətdə o qədər pozğun hallar var ki, və o durumlardan uşağımız saf və təmiz çıxa bilər. Müəllimə, davranış pozuntusu qrammatik kitab dilində mədəni qurulmuş bir cümlədir. Hansı hərəkətləri, hansı nəticələri və böyüyəndə kim olur davranış pozuntusu dediyimiz yüngül bir cümlə. Uşaqlıqdan elə bilirik təliməli. Yəni bizim də məktəb vaxtında sinif yoldaşlarımız var ki, davranış pozuntuları göstərirdilər. İndi dərk edirik təbii ki bunları. Bunu açıq deyək ki, yəni davranış pozuntusunun sonu, əgər Allah qorusun, Allah xeyirli eləsin hər bir gəncin sonunu. Amma təbii ki, ya həbsdə olacaq, ya narkotik asılılığından əziyyət çəkən biri olacaq. Yəni bu narkotik olacaq. Təbii ki, yəni. Ya da ki divanında psixikası pozulub yatan biri. Normal bir şəkildə. Müəllimə, ümumi dəyərlərdə hamı bilir. Biz bilirik ki, ailə deyəndə biz çalışırıq, daim ora ailəyə hər kəsi daxil edək. Nənə də olsun, baba da olsun. Mənim bildiyim sadəcə birinci sinif kitablarında, ibtidai siniflərdə ailə kimdir? Ailə, ana, ata, bacı, qardaşlar var. Əla.
Eyni bu qaydada bizə təbii ki Azərbaycanımızın iki hissəyə bölməyinizi xahiş edərdim. Azərbaycanımızın və ümumi dünyada əxlaq məhfumu kitablarda nə deməkdir? Tam anlamadım. Əxlaq sözünü biz necə bunu ailə düsturunu verdiyimiz kimi əxlaq düsturunu necə verə bilərik? Əxlaq dəyəri, əxlaq nə deməkdir? Ümumi qayda olaraqdan, yəni normalar var da, tərbiyə normaları var. Və təbii ki, tərbiyəyə uyğun olmayan hər bir davranış əxlaqsızlıq davranışlar. Mən sizin ailənizin tərbiyəsini qəbul eləmirəm və onu etmirəmsə, mən əxlaqsız sayılıram. Xeyr, Təlim müəllim, amma gedişat olaraqdan mütləq əxlaq normaları var. Biz bunu həm pedaqogikadan da bilirik. Əxlaq normaları nədir? Böyüyə hörmət, davranış olaraq da məsələn bacının qardaşla davranışı, qardaşın qardaşla davranışı, ətrafında olacaq yaşıdları ilə davranışı. Bütün bunlar əxlaq normalarına daxildir. Əxlaqsızlıq deyəndə bizim izləyicilərə kommentlərdə və hətta mən məşhurlarla da bu videonu görüşəndə dedilər, ay Talim müəllim, burada əxlaqsız nə var ki? Nə var ki ay müəllimə burada? Nə düşünürsünüz bu kartların? Hər şeyi qurtardı, bir dənə uşağın oyunları qaldı, ora qalmışdı. Vallahi məşhur olmaqdan başqa bir şey deyil bu. Sizin niyyətiniz məşhur olmaqdır deyəsən. Çox təəssüflər olsun ki, elə bir niyyətimiz olmayıb, amma istəyərdim olsun. Amma məşhur olmuşuq. Amma istəyərdim, bu video bizi məşhur elədi, əncə o da... Xeyr, ondan qabağa desiniz. Elə demirəm, yəni bu yeniyetmələr arasında nifrət bir məşhurluğu yarandı bizdə. Onlar bizə nifrət elə bilər. Amma gedişat olaraqdan, təbii ki, yəni kartla hər şey deyil, kart hər şey deyil. Uşağın tərbiyyəsinə də ciddi təsirləri sadəcə fəsad olaraqdan verə biləcək. Bilirsiniz Talim müəllim, Bilmirəm. yadınızdadır uşaq vaxtı biz markalar yığırdıq. Yığırdıq. Hətta telefon turbo saqqızının şəkilləri də yığırdıq. Deyilməyəcək mövzular var orada. Məqsədiniz nə idi? O turbo saqqızlarını bir uşaq olaraqdan düşüncənizi mənə istəyirəm paylaşasınız. Məqsədim oynamaq, qazanmaq, hətta pulla oynayırdıq və burada ən böyük oğlan olaraq deyirəm. Mən 6 yaşından 13 yaşına kimi o turbolar, yüzünü birdən barmağımı belə tutub çevirə biləcək adam idim. Mən 100-cü şəkili axtarırdım. Turbo saqqızında 100-cü şəkili var idi. İdman maşının üstündə 90-cı illərə görə qəbul edilməyən qadının şəkli var idi. Yəni belə üstü örtülü deyə bilərəm. Məqsədim onu tapmaq idi. Bax, bir çox yəni yeniyetmələrdəki düşüncə əslində bu. Yəni yalnız sizdə olmuyor, bir çox yeniyetmələr, oğlan uşaqlarında eyni niyyət olub. Və bir də ən əsası oradakı maşın şəkillərinə diqqət idi də. Ən vəcibi də o idi ki, fərqli məndə filan maşın var, səndə hansı maşın var. Bu yöndə ən çox yanaşırlar. Doğru. Bəs indi gəlin baxaq, bizim uşaqlarda, yəni bizim dövrün uşaqlarında biz oradakı maşınların növləri üçün fərqlilik gəlirdi. Bəli. Bəs indiki uşaqların Capuchino, sonra neydi orada Roblox, adları? Yox, emin o kartlardaki adlardan istəyərdim. Hatırlada bilərsinizmi oradakı adlardan? Capuchino sonra nə vardı? Dumdum sahur, dumdum. Sahur TG. Sahur tumdu TG'dir belə. Bunlarda məqsəd nədir Talim müəllim? Yəni bizim dövrün uşaqlarında turbo saqqızlarının kağızlarını yığmaqla məqsədimiz nə idi? Maşın növlərini, fərqliliyini tapmaq. Təbii ki, biraz da belə inkişaf etmiş uşaqlarda fərqlisiz deyən kimi fərqli bir dəqiqə yeniyetməlik dövründə tam normaldır deyib. Valideyn, burada bir şey deyim. Biz Schwarzeneggerə baxıb idman eləməyi, Van Damme baxıb idman eləməyi, Rambo'ya baxıb qorxmamağı, indi o dövrə görə danışıram mən. Nə qədər düzdür, səhvdir, amma o vaxtın dövrün hər birisi, hətta tanko ayağını durboya vuranda nə qədər insanlar ayağını durboya vurub qəm eləmişdi kəndlərdə. Eyni qaydada Kurtlar Vadisində nə qədər bir-birinə yəni həyatlarını aldılar. Sıradan bir bu akşam ölürüm mahnısı ilə nə qədər insanlar, gənclər öz həyatını. Bu psixologiyadır. Biz orada nəsə öyrənməyə çalışırdıq və özümüzə Supermenlərə baxırdım. Belimə xələt bağlayıb qoz ağacından hündür yerdən 6 metrdən, 7 metrdən nərdivan üstündən hoppanırdım ki, uçuram. Ox tuturdum, ucuna nəsə bağlayırdım ki, mən güya Rambo'yam. Deməli, görsədilən bir şey, mən qaydım öz sözümə, düşüncə eşidilən sözdən formalaşır. İndi biz bu düşüncəni olaraq görsətsək nə olar?
Məsələ budur ki, gözəl bir sözdür. O təlimim sizin ifadə etdiyiniz söz, düşüncə bir də təkrar edeyim. Düşüncə Aha. eşidilən Eşidilən sözdən sözdən formalaşır. Biz onu göstərsək nə olar? Bəli, məsələ budur ki, Atasözü var idi, yüz eşidincə bir gör. Deməli, hələ eşitmə ilə düşüncə formalaşırsa, görmə ilə nələr olur? indi bir təsəvvür edin ki, təlimim. Bəli. Siz dediyiniz kimi düşüncə eşidilən sözdən formalaşır. Bəs görülən şəkillərdən necə formalaşır? Oo, Allah göstərməsin. Həmin kartlarımızda da elə əsas məqsəd məhz budur ki, uşaqlar gördükləri kartdan artıq öz düşüncələrini formalaşdırırlar. Bir nəfər soruşub ki, türkçə yazıblar. Deyir ki, hangi oyunlardan sakıncalı hocam təkrar eder misin? Çocuklarımın telefonuna silelim. Hə, oyunları bir dəqiqə. Müəllimə, qayda belədir. Qayda belədir, hörmətli izləyicim. Bizim psixoloq, psixopedaqoq, psixoterapevt, Amerikan Psixologiya Assosiasiyasının üzvü, İsveçrənin və Türkiyənin IQ testeri, non-verbal, ondan sonra 18 illik pedaqoq, autizmlə və əqli geriləməsi, zəka geriləməsi, inkişaf ləngiməsi olan uşaqların yüzlərlə uşaqların üzərində olan yüksək nəticə, sıradan və məşhurların və bütün uşaqların seanslarda 3 il, 2 il, 30 min, 20 min pul xərcləyərək nəticə ala bilməyən uşaqların üzərində gözümlə, qulağımla, sənədi ilə nəticə ala bilmiş. 2 aya, 3 aya, 4 aya. Bir seansa, yəni 12 dərsə, 2 seansa, 24 dərsə nəticə almış biri kimi Rəşidə xanım Allah verdiyi var, cavab verəcək. Lakin yeyiləcək yeməklər çoxdur. Sən özünə ziyan olanları axtarıb tapırsan. Bu mənə allergiyadır, bu köp verir, bu mənim mədəmi qıcqırdır, bu çəkimi artırır. Bu prinsiplərə əsasən biz ziyanlılarını bilsək, o birilərini heç öyrənməyə ehtiyac yoxdur. Biz boş yerə bu oyunları yazmadıq. Roblox, Brainrot, Huggy Wuggy, Brawl Stars, Minecraft əxlaqa toxunur. Buyurun mənim, o sualı cavablandırın. Əslində mən sualı, yəni cavablandırmaq üçün təlimən biz uşaqlarımızı zərərli vasitələrdən, zərərli olacaq hallardan qorumağımız çox çətin olar. Çünki hal-hazırdakı dövrdə, yəni necə ki biz uşaqlarımıza düzgün tərbiyələndirmək istəyirik, eyni zamanda əxlaqını pozmaq istəyənlər bizdən daha güclü şəkildə işləyir. Bu yüzden də sadəcə uşağınızla məşğul olun deyərdim. Uşaqlarınızın siz bəzən qorxurlar. Uşaqlarınızın oyunu siz olun. Bilirsiniz necədir təlimim? Gənc nəsildə məsələn ən çox qorxular nədən olur? Bəzən deyirlər ki, hətta inanın ki, adam deyir bu dünyaya heç uşaq da gətirmək istəmir. Çünki bilmirsən nələr baş verəcək. Bu da yanaşma deyil, bu da doğru deyil. Yəni biz uşaqları sıxmaq məqsədli danışmırıq ki, amma bir valideyn olaraqdan ən azı bir oyunu haqqında, oynadığı oyun haqqında mütləq məlumat almalısınız, öyrənməlisiniz, soruşmalısınız ki, o görün bu oyun haqqında nələr var. Məsələn, bizim o kartlarda hansı ki Brawl Stars'dır da oyunun özü. Amma oyunda, özündə, bəli, orada çox adam mənə yazır ki, axı bizim bu oyunda heç bir problem yoxdur, niyə oyunumuzu göstərsiniz? Çox gözəl. Mən oyun haqqında danışmıram ki. Mən o oyunun qəhrəmanlarının YouTube'da olan əxlaksız videoları və bir də bəli senari şəklində olacaq videolar haqqında danışmışım. Bir dəqiqə, burada 2 dənə izləyicimizin sualını deyəcəm. Birincisi kim idi o? Bircə dəqiqə. Footex yazıb ki, axı onu deyə bilərəm ki, Minecraft'da bir şey yoxdur. Əziz insan, Minecraft'ın ilk etaplarında, Roblox'un ilk etaplarında bir şey yoxdur. Minecraft'a baxmısınızmı? 3 nəfər birləşir, əlində balta ilə gələni qırıb batır, atırır küncə cəsəd anbarı. Neydi onun adı? Screen yox, o birisi. Screen face. Böyük bir adam üzərində gəlir, qorxudur, uşaq da girib küncə səsləri çıxartır. Sırf adamı ürküdəcək səslər. Hamısı da kvadratlardır. Bu bir dəhşət senarilər var. Mən tövsiyə edərdim ki, bir neçəsinə 3 sürətlə, 2 sürətlə baxasınız. Bir də deyir ki, bir izləyicimiz də bir şey oxumuşdu, yazmışdı bura. Bir dəqiqə. Bir də sıradan biri yazıb ki, hər şeyin başı sevgisizlik və telefondur mənə görə.
Sevgisizlik məsələsinə görə mən kənd havasında o kəramət məni qarşılayanda orada bir şey demişdim. Deyir ki, yaman azara keçmişəm, nərdə alışmışam dedi. Mən dayana bilmirəm nərdsizlik. Nərdsiz dayana bilmirəm də. Sıradan bir mövzu nərd ola bilər, domino ola bilər, nəsə ola bilər. Hətta insanlar var gelib saatda bir gün məndə olub o. 4 il cavanlığımda çayxanaya çıxmasaydım, mən evdə dayana bilmirdim. Bu vərdişin yaxşısı da pisdir, pisi də pisdir. Niyə? Çünki vərdiş edən bir insan vərdişə vərdiş edir. Ağlı ilə hərəkət edən yaxşıya pisə vərdiş edir. Ağıllısı yaxşıya, düşünməyəni pisə vərdiş edir. Bu biraz qafiyə kimi oldu, amma sözlərdə budur. Buyurun, nəsə oxudursa deyin. Yox, burada deyirlər ki, burada bir izləyici yazmışdı. Oxuyun. Bu valideyn olaraqdan bəzən yazırlar, təlim müəllim, biz uşaqlarımızla dost olmağa... Gözəl. Yox, uşaqla dost olmağa ehtiyac yoxdur, uşaqla dərdləşilməz. Ümumiyyətlə, təliməm, valideyn valideyndir, dost dostdur. Bu da yanlış bir yanaşmadır. Bu da deyək ki, Avropa tərbiyəsindən gəlib bizə. Valideyn olaraq uşağınızla dost olun, bacarın onlarla münasibət qurmağı. Münasibət qurmaq dostluq deyil. Dostumuza hər sözü deyə bilirik, uşağa deyənməyəsən. Dediyin o söz də uşağı pozacaq. Təlimə, ümumiyyətlə, gəlin özümüzdən danışıq. Məsələn, siz ancaq dostunuzla münasibət qurursunuz. Xeyr. Yəni, bu doğru deyil axı. Həyatda dost olmayanlar da... Dost olun. Yox, ehtiyac yoxdur. Dost olmağa ehtiyac yoxdur. Sən valideyn olmağa çalış. Sən ana olmağa çalış. Sən ata olmağa çalış. Dost olunmaz. Sual var. Əxlaqla nə əlaqəsi var deyir. Yəni bir izləyici dedi ki, əxlaqla... Yox, təliməm. Artıq elə bir şeylər var ki, bunu mütləq araşdırılmalıdır. Araşdırmadan... Leyla Bayramova, neçə yaşınız var? Neçə yaşınız var? Yox, əlbəttə dostla elə olmur. Çünki dostluğu anlaması üçün onun seçimləri olmalıdır. Rəşdə Məmmən öz sözüdür. Doğruları seçə bilməlidir. Nə qədər dostundan hələ yeni yetmək, böyük, 30-40 yaşında dostundan istifadə eləyənlər var. O niyə istifadə edir? Qeyd oldu, izləyicilərdən biri yazıb ki, mən dost olmağın tərəfdarı deyiləm, qətiyyən. Öz anam mənlə dərdləşirdi və məni necə dəyişdiyini sonradan anladım. Deməli, burada mövzu nədir, gözəl insanlar? Burada əxlaq mövzusuna gəlincə, ümumiyyətlə siz əxlaqla əxlaqsızlıq deyəndə nə mövzu anlayırsınız, mən anlamıram. Bilirsiniz, mən sizə və yaxud da bu sırf əxlaqın ən yüksək normatividirmi? Əxlaqsız tam tərsi mi olur? Olur. Amma düşüncələrdə necə formulaşıb? Əxlaqsız deyildisə, geyimsiz biri nəzərdə tutulur. Nədənsə əxlaqsız deyəndə, soruşanda əxlaqsız deyil, geyimsiz biri. Sonra da deyirlər ki, geyimlə əxlaq ölçülmür. Bunu toplumun içində formalaşan fikir kimi səsləndirdim. Öz şəxsi fikrim deyil. Eşidilən, yazılan kommentləri səsləndirdim. Bəziləri dedi ki, geyimlə əxlaq ölçülmür. Bəziləri dedi ki, əxlaqsızsa geyimsizdir. İndi sual, əzizim, senaridən xəbərim var. Mən şəxsən səsləndirməyə utanıram. Çəkinirəm və özümə sığışdırıram ki, arxa planda uşaq eşidər. Amma onlar onu çəkiblər. Çaşqa düşür qısa geyimlərdə polis bölməsinə, nə bilim, gəlir düşür otelə, gəlir düşür, nə bilim, kino çəkilişinə, belə qəribə senarilər var ya, ardını siz təsəvvür edin. O ora niyə düşür? O yüzden də bildirmək istəyirəm ki, təlim müəllim, o videoda başda da deyildiyi kimi əxlaqsızlıq yayılır. Burada məqsəd var idi, yəni məsələ burada oyunlar deyil. Yəni mən oyunlar haqqında danışsaq biz bitirə bilmərik. Hal-hazırda sosial şəbəkələrdə o qədər oyunlar var. Məsələ bu oyunların yeri mövzu. Tək bu oyunlar da deyil, təlimim. O qədər oyunlar var ki, yəni mümkün deyil onların qarşısını almaq. Biz sadəcə, mənim yenə də dediyim odur ki,
Sən bir oyunun qarşısını ala bilməzsən. Mən o kartı cırmaqla burada heç kəs kart almayacaq. Hər şey nə gözəl oldu. Xeyr, elə bir şey yoxdur. Mümkün deyil onu almaq. Sadəcə məqsədim odur ki, mən Etiraz. valideynlərə izah eləməyə Oyatmaq. çalışıram. Məqsədimiz valideynlərdir. Təlimən bizim yeniyetməklə işimiz yoxdur. Biz əksinə onları qurtarmağa çalışırıq. Bizim uşaqla işimiz yoxdur. Biz onları qurtarmağa çalışırıq. Bizim məqsədimiz uşağının əlinə 3 yaşında, 4 yaşında telefonu verib və ondan xəbərsiz olan valideynləri oyatmaqdır. Uşaqlarının gələcəyindən xəbərləri yoxdur. Uşaq əlini uzatdığı oyuncağa bir baxmır ki, mənim uşağım nə götürdü? Bir baxım görüm bunun o uşağıma faydası varmı? O günlərim elə marketlərin birində Labubu oyuncaqları. Labubu, o gözəl. Labubu. Yəni, bu oyuncağın bir simasını çox xahiş edirəm, əziz izləyicilər, sizdən də xahiş edirəm. Həqiqətən bu oyuncağı aldığınız zaman və ya da almadan sanki bir götürün əlinizə, heç nə demirəm, 10 dəqiqə onun simasına durmadan baxın. Və 10 dəqiqədən sonra özünüzdəki psixikanızdakı sizə yüklənən negativ enerjidən danışın. İndi bir baxın görürsün körpə balalarınız nə halda. Dünən tapdıq zamanıyla görüşdüm. Kanal S'in eşitməyən qalmasın və liderdən bu yana aparıcı. Gözəl bir mövzu arası bir gözəl söz dedi. Dedi ki, sən üzərindən vəzifəni götür, gücü götür, pulu götür. Nə qalmısansa osan. İndi deyirəm, o Labubunun məşhurluğunu götürün üstündən. Həqiqi simasına baxın ki, kimdir o? Nədir bu? Təlimə məşhurlaşdıran da biz olmuşuq da. İndi Yəni biz insanlar olub da onu məşhurlaşdıran. Amma mənim məqsədim, yenə deyirəm, mən heç kəsin heç nəyinin qarşısını ala bilmərəm. Təliməm, bir çıxışla da, bax burada artıq bizi yıxıb sürüyürlər. aha, Zeynal, tung, əla. Birinin yarası. Tungu niyə cırdı? Niyə cırdı sən? Səni Zeynal uşaqdır. Neçə yaşın var Zeynal? Zeynal, neçə yaşın var? Təcili yaz. Mən sizə izah edim. 24 yaş. Ooo, Zeynal. Mənə izah elə. Araşdıra bilər Təlim. Tung var ha. Əlində böyük bir sopayla olan bir videosu var. Qalanı sən araşdır. Senari yazıblar. Hə? Yalan. Yo, uşaqdır. Tamam. Məsələ budur da, 24 yaşı varsa artıq gedib özü araşdırmalıdır. Biz ona izah verə bilmərik. Çünki bizim, yenə deyirəm, bizim məqsədimiz, mən bu arada onu da bildirim ki, təliməm, həmin kartı alan uşağın cəmi 5 yaşı var. Yəni o karta baxan. Mən biraz seanslardan danışmaq istəyirəm. Hörmətli izləyicilər. Təşəkkür edirəm sizə, çox sağ olun. Kimsə görmədən türkçə deyəsən, təşəkkür edirik. Valideynlər, əbəveynlər seanslarda danışdığı halları deyirik. Yəni, ziyanını deyib, nə ediblərsə onlarla uşaq oradakı hərəkətləri ediblər. Evində, əmi oğluya, bibi qızına, qonşu uşağına ediblər. Anlaya bilirsiniz seanslar nə deyir? Onlarla uşaq, hələ valideynin var. Abrından, həyasından, qorxusundan o mövzunu üzə çıxartmır ki, məndə biabır olaram, uşağımda biabır olar, qonşu da biabır olar, burada başqa bir biabırçılıqlar çıxar. Baxın, Azərbaycan təlim-tərbiyə nəşriyyatında, kitablarında, dərsliklərində atasını belində meşəyə qətl etməyə aparanın bir nəyi var? Hekayəsi var. Bilirsiniz onu? Bunun kökü də Peyğəmbərin hədislərindən də gəlir. Bunu da vurğulayın burada ki, sallallahu aleyhi ve sellem deyir ki, dərslikdə bu var. Uşağına, atası nəsihət edir ki, oğul bunu eləmə, onu eləmə, bunu eləmə, onu eləmə, ara geçsə qarşısına çıxıb, uşaq bezir valideynindən. Qısaca üstündən keçirəm ki, aparır atasını meşəyə, burada durdurur, ürəyində deyir ki, atamı burada qətlə yetirəcəm. Deyir ki, yox, biraz da uzağa aparım, biraz da o ağacın dibinə aparım, burada qətlə yetirəcəm, biraz da aparım, biraz da axşama qədər aparandan sonra qoyur, qərar verəndə ata səbətdən deyir ki, oğul, məni o ağacın dibində kəs. Bəli, bizim məktəbdə, yəni kitablarımızda da vardı. Deyir, niyə? Çünki deyir, mən öz atamı orada eləmişdim, qətl.
Və burada mənim sizə çıxaracağım mövzu oydu ki, o heç kəsə demədən gizli aparırdı. Bütün gizli elədikləriniz pisdir. Bəli. Bütün gizlətdikləriniz pisdir. Anlata bilirəmmi? Əgər bir deyirsiniz ki, o qədər icazəli gizlilər var ki, onu da üzə çıxartmaq pisdir. İcazəli gizliləri də üzə çıxartmaq pisdir. Üzə çıxanda pis olur. Anlata bilirəmmi? Bəli, tamam. Yaradılışın halları var ki, aşkarda olmalı, gizlidə olmalı. Gizlidə olanı aşikara çıxartmaq, bax bu pisdir. Təlimə, bu arada bir gözəl söz demək istəyirəm. Fərhad Aslan bəy çox gözəl bir sözüdür. Doktor Fərhad Aslan bəy buradan salamlayırıq gözəl hocamızı, dəyərli hocamızı. İnsanlar üçün bildirdiyi gözəl bir sözü vardı. Təlimə bildirdi ki, canavar deyək ki, o türk dilində. Canavar dedi, canavar yetiştirir. Ayı yetiştirir. Dovşan yetiştirir. Yeganə canlı insanda ki, özü kimi insan yetişdirə bilmir. Çox gözəl Yəni, dedi. deyir ki, buraxın deyir bu uşaqları, buraxın valideynləri. Bəli. Onlar özləri kimi yetişib ortaya çıxsınlar. Yəni, zaten bizi yaradan Allah elə bir şəkildə yaradıb ki, bizim fitrətimizdə insanlıq hallarımız var. Amma bizi dəyişən kimlərdir? Bizim 3 yaşında, 2 yaşındakı bir uşağın əlinə telefonla yemək yeməyi məcburdur, telefonla yeməlidir. Düşüncəsini yükləyən kimdir? Valideyn. O körpənin nə günahı var ki? 5 yaşındakı bir uşağın nə günahı var ki, onun baxdığı kartlar bunlardır. Onun oynadığı oyunlar bunlardır. Təlimə, mən öz mərkəzimizdən danışmaq istəyirəm. Danışın. Oxu tədris mərkəzində biz heç bir texnologiyadan istifadə eləmirik. Müəllimlər də. Təbii ki, müəllimələrimiz belə öz telefonlarını hər biri gəldiyi zaman səhər işə təhvil verirlər, daha sonra içəridə sadəcə uşaqların videoları çəkilsin deyə ayrıca mərkəzin öz telefonları var. Aha. Burada dediyim nədir? İstəsəydik, təlim müəllim, uşaqlar daha sakit otursunlar deyə, daha çox bizi dinləsinlər deyə, biz maksimum 1 saatlıq deyək ki, onlar üçün müəyyən bir cizgi filmi falan qoşub və onları ora diqqətlərini cəlb eləyə bilərdik. Amma etmədik. Mənə uşağın sağlamlığı daha çox vacibdir. Onun boş qalmağı daha vacib idi. Niyə boş qalmalı? Müəllimə, uşaq niyə boş qalsın? Təlimən, boş qaldığı zaman onun oyuncağı olur qələm. Onun oyuncağı olur qırıq maşınlar. Qırıq deyirəm ha, təlimən. Mən hər dəfə müəssisəyə təzə maşın ala bilmirəm. Burada deyil. Çünki bəzən bizim müəllimələrimiz deyir ki, Rəşdə müəllimə, bunlar qırılıb, bunları neyniyək, tullayaq geçsin də, bəs qırıq da oyuncaqlar uşaqlara belə olar. Deyirəm ki, təhlükəli yerlərinə atın. Üst hissələri var ha, maşının üst hissələri. Deyirəm, dəyməyin, qoyun qalsın. Gözəl bir nüansı danışacağım. Bir uşağımız həmin o qırıq maşınla oynayırdı. Sadəcə izləyirdim, kənardan müşahidə edirdim. Və gəldim, yaxınlaşdım, gördüm ki, maşının o qırılmış hissəsi yoxdur, təlimim. Təkərlərini çıxardıb, onu belə çevirir və onu bu şəkildə eləyir, tərsinə şəkildə belə sürür də, nəsə eləməyə çalışır. Və gəldim, oturdum yanında, sakitcə mən də baxıram ki, mən anlamaya çalışıram ki, o niyə bunu tərsinə çevirib sürür? Və deyəndə ki, sən maşının qırmızıdır, dedi ki, maşınım deyil, gəmimdir. Aha. Bu mənim gəmimdir. Mən bunu dedi dənizdə üzləyirəm. Siz görürsünüzmü ki, uşağın təxəyyülü necə inkişaf eləyir? Demək ki, əziz valideynlər, siz özünüzü yükləyən, siz özünüzü necə deyim, bir valideyn olaraq vicdan əzabı çəkən ki, ay mən uşağım niyə qırıq maşın sürməlidir? Mən uşaq vaxtı çox oyuncağım olmayıb, mən gedim biraz da uşağıma oyuncaq alım, biraz da çox aldım bu oyuncaqlarını. Xeyr, gərəkli deyil. Onlar sadəcə bir zibildir. Uşaq üçün, uşağın düşüncəsində, uşağın çoxaldıqca da daha pis olur. Təbii ki, 2 dənə oyuncaq olsun, amma onunla oynaya bilsin. Bir kino var idi, baxmısınızmı? Zənci biri kənd, baxmısınız o kinoya, adını unuttum. Çətinlik olur, quraqlıq olur, heç nə edə bilmirlər. Uşaq nə edir? Heç nə yoxdur ha. Zibilliklərdən bir köhnə motor, bir pərt, oradan bir velosiped düzəldir. Bəli. O nə edir? Öz təxəyyülün gücü ilə nəsə icad eləməyə çalışır. Biz çox görmüşük. Bu maşının üstünə, o kuza deyirlər, üstünün yük daşıyan yerini başqa qutudan düzəldərdik. Bunu düzəldərdik. Əl motorikamız inkişaf edərdi. Beynimiz inkişaf edərdi, düşünərdik. Bir də gecə yarısı qalxardıq ki, tapdım, oradan bunu eləyəcəm, durardıq, belə ərinməzdik. İndiki uşaqlarda o yoxdur. İndiki uşaqların olmama səbəbi var.
Hər şeyin çoxu ziyandır. Birinci saflığı varsa da suda, Bəli. artıq içiləndə dərd verir o da. Düzdürmü? Su həyat mənbəyidir. Çox olanda dərddir. Bəli. Oksigenin koronada ölümlərinin 25-30% oksigen çoxluğundan idi. Maskanı taxırdılar, oksigeni çox şeylədilər, buraxırdılar. Getdi ciyərlər, oksigenin çoxluğundan dünyasını dəyişib. Şəfalı dərmanı çox içəndə ölürsən. Bəli. Alergiya olursan, zəhərlənirsən. Sən sıradan mənasız bir şeylər almısan. Mən sizə bir şey deyim, hörmətli valideynlər. Əgər sən oyuncaqları, telefonları, nələrisə verirsənsə, qulağının dinciliyi üçündür. Bəli. Uşağının gəncliyi üçün deyil. Bəli. Qulağının dincliyi üçündür. Yetişdirilməsi üçün deyil. Elə burada bir izləyicimiz yazıb ki, hansı oyunları məsləhət görürsünüz, hansı oyuncaqları məsləhət görürsünüz? Əslində, yəni heç bir oyuncaq, xüsusi bir oyuncaqlar yoxdur ki, uşağın inkişafına, aha bunlar çox xüsusi nə bilim kömək edir filan. Təbii ki, biz inkişaf etdirici oyuncaqları, yəni özümüz mərkəzdə istifadə edirik. Bunlardan söhbət getmir. Oyun seçim uşağın olsun, yəni uşaq seçsin, amma aldığı oyuncağın bir baxın görün, uşağınıza faydası varmı? Nəyə yararlıdır? Məsələn, faydalı olacaq bir oyuncaqlardan, məsələn, o şar çıxardan tapancalar var. Köpük çıxaran. Burada məqsədimiz nədir? Məncə köpük çıxardana. Yəni məqsədimiz nədir? Əl motorikasının inkişafı. Basacaq və orada onun üçün oyuncaqlar çıxacaq. Spanderlər var. Şarlar çıxsa Bəli. daha faydalı məsələ olmuş olar. O yüzden də oyuncağın faydasına bir baxın. Uşağın hansı orqanına təsiri? Məsələn, sırf elə öz uşaqlığımızdan danışım. Onu mən bir çox təlimlərdə də danışmışam öz uşaqlığımdan. Yeri gəlmişkən unutmayın, Rəşidə müəllimə həm spikerdir, böyük professor, akademik, dosentlərlə bir platformada Bəli. canlı və onlayn təlim veribdir. Sırf autizmli və sağlam uşaqlar haqqında. Buyurun Bəli. müəllim. Burada gözəl bir fikir bildirdilər. Retromorf deyəsən. İndi ayaq altı terapiya var. İnkişaf üçün o vaxtı bizə atamız yumurtanın koridorunu. Bəli, retromorf, çox gözəl. Gözəl, bəli. Elə mən də onu demək istədim ki, mən də çox belə sevimli bir oyuncağım vardı təlimə. Çox da imkanlı bir ailədə böyüməmişik. Valideynlərimiz o zaman yəni oyuncaqları sifarişlə gətirirdilər. Yəni Azərbaycanda çox oyuncaq olmurdu axı. Bir oyuncağım var idi, sadəcə bir gəlinci idi. Bacılarım onları çox səlqəli şəkildə saxlayırdı. Siz başına çıxarırdınız. Mən isə mamam yəni işdə olanda, anam işdə olduğu zaman onun başını çıxardırdım, həyətə aparırdım. Bəli, futbol topu kimi oynayırdı. Hətta orada zibilin suyuna zadına qarışırdı onun başı, amma ağlıma gəlmirdi ki, çirklidir də. Anam gələndə onu tez kuklanın başına keçirdirdim, orada da saxlayırdım ki, yəni gələndə görsün. Həmişə mənə deyirdi ki, sən bax, sənin qızın çox pintidir, təmiz saxlamırsan onu, iyi gəlirdi. Amma heç ağlıma gəlməz ki, onun yəni saçına zibil falan dəyir. Amma yəni mən bunu ona görə danışıram ki, siz görün ki, uşağınız o oyuncaqdan nə çıxardacaq. Məsələ bu. Rasif Ağayev, burada heç kəsi günahlandırmağa gəlməmişik. Qətiyyən. Bir dənə də komment oxuyum sizə. Siz nə demək istəyirsiniz ki, bir oyaq sizsiz, millət fil qulağında yatır? Yox, Təlim müəllim. Yəni seçim hər kəsin özünə görədir. Biz burada heç kəsi döndərə bilmərik. Sadəcə doğruları göstərmək bizim bir psixoloq olaraq, bizim bir müəllim olaraq, bir pedaqoq olaraq, bir psixopedaqoq olaraq, bir uşaq içində inkişaf eləmiş biri olaraqdan, bir onların psixologiyasından məşğul olan biri olaraqdan borcumuzdur sadəcə. Fuad, mən öz uşağıma da telefon almışam. Talib müəllim, sən canı bəsdirin. Başa düşdük. Bugünkü mövzu yaxşı eləmişsiniz. Telefon mövzusu deyil, əziz insan. Telefondakı oyun mövzusudur. Bugün o oyunu sən də oynasan, mən də oynasam, başqası da oynasa, o ona ziyandır. Bitdi. Məsələ oradakı senaridir. Bəli, uşağa mən keçən dəfə danışdım. Burada da qeyd edim. Uşaq idmana gedir, maşınla dərsə gedir, arasa gedir, yollardadırsa, telefon al ver. Mənim işim o deyil. Telefonun filtri var, telefona yüklənməyəcək proqramlar var. Onlardadır. Axı bu özü telefondur. Bu zəng üçündür, kalkulyatordur, yazmaq üçündür, vurmaq üçündür, saat üçündür, ChatGPT-dən mən də istifadə edirəm.
Və bu tipli çox şeylər üçündür. Telefonun faydası çoxdur. Bəli. Bütün texnologiyalar faydalıdır. Təlimim 3 yaşındakı uşağa faydalı deyil. Ah, 5 yaşındakı uşağa lazım deyil. Əzizim, Məsələ bundan- yeməyin üstündə 3 ay plus, 6 ay plus, 2 yaş plus, əmzik soskanın üstündə var. Game'in üstündə var 6 plus. Oyuncağın, faydalı oyuncağın üstündə yazır ki 2 yaş plus, 8 yaş plus, 12 yaş plus. Bəli. Anlatabilir Bəli, miyim? bəli. Hər bir şey də var yəni. Her şey var Heç olur orada. nəzarət yəni Onda onlara nəzarət eğer olur. ona qalası olsa 16 yaşlı, 12 yaşlı oynayan uşağın oyuncağını 2 yaşlıya vermək olmaz ha. O balaca legoları verdin 2 yaşlıya, uddu getdi. Uddu kimin təqsiridir? Oyuncaq istehsalçının yoksa oyuncağın? Bəli, məsələ. Yok, senin təqsirindir. Sen canı bəsli deyib verirsənsə o sənin işindir. Heç bir problem yoxdur. Burada sual verir. Oxu tədris mərkəzinin neçə əməkdaş çalışır? İstəyən təbii ki, buyura bilər. Bizim üçün hər zaman qapı açıqdır izləyicilər üçün. Nə zaman istəsəz buyurun gəlin işçilərinizə saya bilərsiniz. Baba Fuat Şahmarov çok güzel bir şey vurguladınız. Çok güzel bir dil. Mən uşağın başının üstündə duram. O ayrı mevzu. Bəli, sən uşaqla oturub nə ilənsə yanında 10 dəqiqə, 2 saat nə oynasan da o tamam ayrı mevzu. O tamam ayrı mevzu. Sən texnologiyanı öyrədirsən, kompüteri öyrədirsən. Bizim uşaqlar 6 yaşdan kompüterin 2-3 proqramını bilirdi. Tək öz uşaqlarımızı demirəm, ha müəllimə. Mərkəzin uşaqlarını, şəxsən Rəşidə müəllimə öyrədirdi. İngilis dilini, Rus dilini, Ərəb dilini bilirdi. Hər birisi 80% rəssamlar idi. TV-lərə çox çıxıb, rahat çıxıb danışırlar. Bəli. Bugün nə deyib şagirdimiz sizə? İmran Yaqublu var bizim şagirdimiz. Nə deyib? Bildirmişəm ki, təlim müəllim bizim üçün dəvət var. Efirə getməliyik uşaqlar. Deyirlər ki, Rəşid müəllim, biz artıq sərbəst danışa bilirik də. Qoyun biz daha rahat danışaq. Deyirəm ki, nə Hazırlaşmayın. danışacağız? Sən hazırlaşmır. Deyirəm, nə danışacaq? Biz deyir, oxu tədris mərkəzindən danışacağıq Aha. hər kəsə. Yəni artıq uşaqlar özləri belə sevirlər ki, necə mərkəz haqqında danışacaqlar. Yo, əziz insanlar, texnologiya şərtdir ha. Keçən dəfə də vurğulamışdım ki, müəllim unutmuyor. Aha. Dedim ki, xeyr. Əgər sən uşağı texnologiyadan uzaq qoysan, 5 ildən sonra o uşaq heç bir şey istifadə edə bilməyəcək. Bəli. Təlim, burada bir sual deyil, əslində düşüncədir, paylaşıblar. Sıradan biri paylaşıb. Məncə deyir, uşağa telefon versəniz də Duolingo yükləyin, telefonuna deyil. Duolingo deyil o. Duolingo nədir bir dəqiqə? Ara getdi. Hə, Duolingo. Duolingo 2 dilli deməkdir. Hə, təlimim. Yəni əslində bir dənə onu bilin ki, Oyun dili proqramı. bəli, Bəli. proqramdır sadəcə. Yəni bunu hər kəs bilsin. Çox istəyərdim. Yəni hər kəs bunu daha diqqətli olsun. Biləsiniz ki, telefonda heç bir oyun, heç bir proqram öyrədici deyil. Hansı yaşdan? Yəni ümumiyyətlə inkişaf İki, üç, dörd, beş, altı yaş. çalışırsansa, biz bura ən çox 7 yaşa qədər nəzərdə tuturuq. Aha, ibtidai. Yəni, 7 Məktəbə yaşa qədər. qədər, 7 yaşa qədər uşaq üçün heç biri inkişafını etdirmir. Yəni mümkün deyil inkişaf eləsin uşaqlar. Bəzən valideynlər deyir, bəs PUBG təbii ki, yəni olmaz. Yo, Fuat Şahmarov. Yenə deyirəm, 2 saat sən durub oynasan heç bir problemi yoxdur. Burada mövzu valideyn uşağın oynadıqlarından xəbəri varmı? Məsələ nə telefondur, nə oyundur, nə bir şey. O kartlarda yol işarət qaydaları var. Bunlar ayrı mövzudur ha. Biz bu oyunlardan danışırıq. Aysu xanım, sizə bir sual verəcəm. PUBG oynayarkən danışırsınızmı? Yazmadan deyim, bəli, danışırlar. Müxtəlif yerdən oyunçular varmı? Bəli, var. Yaşları 5, 7, 11, 20, 40, 50 yaşı var mı? Var. Siz onların dillərinə, danışığına, sözlərinə nəzarət edə bilirsinizmi? Xeyr. İxtiyarı səndə olmayan bir mövzuya girmək olmaz. Hələ xanım ya uşağa heç olmaz. Ümumiyyətlə, yəni bir baxaq oyunun tərkibinə. Avtomatik uşağın həyatına nəyə yükləyir? Aqressiyanı, şiddəti. Uşaqlar Bəli, sıradan biri.
Yəni boş-boş yanaşma eləmirlər, təliməm. Dost-dostla artıq sırf şiddətlə danışır. 13-14 yaşındakı uşaqların məktəbdəki durumlardan xəbərimiz yoxdur ki. Beyaz, evci oynama. Beyaz, o kızlar üçündür, beyaz. Səni heç tövsiyə eləmirəm evci oynayasan. Yox, inkişaf etdirici oyun kimi yazılır. Yo, evci değil. Evci inkişaf ettirici oyun değil. Müəllimə, o niyyətlə yazmıyor. O niyyəti başqadır, bilmirəm. Amma evci oynayacaq kategoriya yaşlar var. Sensor motorikası, bilmirəm uşaqsan, böyüksən. Amma dua edirəm ki, sənin başına işlər gəlməsin. Autizmdir, inkişaf ləngiməsi olandır, sensor motorikası zəif olandır, lobları zəif işləyəndir, onlara palçıqdır, evcidir, qutu tutmaqdır, yazmaqdır, tikməkdir. Onun üçün paltarlar var hələ. Evci oyunun içindən bir detallar ayrılırlar ki, bir saat bu uşaq oyundan məşğul olsun deyə. Yəni, elə deməyin. Niyyət bilmirəm niyə yaz, mən sadəcə izah edirəm. Bəli, açıq-aşkar, yəni biz ümumiyyətlə heç kəsə tövsiyə etmirik. Şiddət, ən vacibi şiddəti uşaqlara yansıdır. Nəinki uşaqlara. Mən boşuna demirəm. 10 dəqiqə Labubu dediyimiz oyuncağı sadəcə götürün əlinizə. 10 dəqiqə göz kontaktı, yəni gözünüzü ondan çəkmədən sadəcə baxın. Heç bir şey hiss etmədən sadəcə baxmağınızı istəyirəm. Daha sonra kənara qoyun. Özünüzdəki olan negativ hisslərdən dərk edəcəksiniz ki, əslində yəni bu uşaqlara da bu şəkildə təsir göstərir. Bəyaz, baxın, burada yazılarına uyğun fikir bildirirəm. Çünki sizdə oradakı emosiyadır, niyyətdir, göz kontaktı görmə və başqa izləyicilər. Burada bir şey deyəcəm, deyərsiniz, Fuad Şahmarov. Burada mövzumuz nədir bilirsiniz? Niyə? Niyə? Bu niyə sualını milyarderlər özünə verir. Mən bunu alıram, istəyirəm. Niyə? Xoşuma gəlir. Niyə? Alsam qazanacam mı? Niyə alıram? Niyə satırlar? Niyə sualı araşdırıcı sualdır. Araşdırmacıların sualıdır. Axı niyə? Bir gözəl söz dedi. Uşaq oyun manipulyasiyasına, oyuncaq manipulyasiyasına düşməz deyir. Baxın əzizlərim, çalışın siz uşağınızla oynayıb. O sizi anlayır, anlamır, sevir, sevmir, başa düşürsünüz, düşmür, ayrı. 5 dəqiqə mövzusu var təlim-tərbiyədə. Səhər oyandı, uşaq 5 dəqiqə səndən oynadı. Axşam gəldi, 5 dəqiqə yatınca sən onunla oynadın. Səhərin gözünü açanda olan sənsən, emosiya və hallar. Gözünü yumanda da sənsən. Amma ortada olanları o 5 dəqiqə mövzusu silir. İndi bu 15 olsa, yarım saat, 1 saat olsa daha gözəl. Yox, ala bilməzsən. İzləyiciləri incitməyin. Yəni, hər kəsin əslində ən gözəl yanı birsinədir. Təliməm sizin bu işinizin. Buradakı insanları tanımaq çox rahat olur. Yəni, yanaşma tərzləri, Beyaz, əla. danışıq tərzləri. Yəni, əslində hər birinin psixikasını görmək olur. Bəli, Beyaz yazıb ki, bax, çox gözəl. Siz istisna qayda deyil, düzdür. Düzdür. Baxın, Beyaz deyib ki, sinif yoldaşım var idi, Roblox'la İngilis dilini B2 səviyyəsində öyrənmişdi. Beyaz, neçə yaşınız var və sinif yoldaşınız onu neçə yaşında öyrənmişdi? Gözəl dedi təliməm. Əslində biz o sinif yoldaşlarını da alqışlayırıq, hansı ki, nəyisə öyrəniblər, irəli gedə biliblər. Amma burada bayaq da bir izləyici yazmışdı ki, hansısa bir oyundan bilmirəm, nəsə yaxşı bir şey öyrənib özündə, düşünür ki, öyrənib. Çox gözəl edib. Amma istisna hallar var. İstisnanı da qoyun kənara. Gözəl, belə bir mövzu gətirin. Qəşəng belə yaxşı, iyilənmiş bir zibillik təsəvvür edin. Kiminsə uşağı o zibillikdən 1000 manat pul tapıb. Ya yaxşı bir top tapıb, ya da qəşəng bir ayaqqabı tapıb. Hamımız uşaqları ora ataq ki, gedin siz də axtarın, orada siz də 1000 manat tapın. Taparsınız, filankəsin oğlu tapıb deyə. Elə bir qayda yoxdur, əzizim. Bir də özünü idarə eləyə bilən uşaq var, edilən uşaq var. Mən şəxsən idarə edilirdim. Mən tez manipulyasiyaya düşürdüm.
bugünkü dövrün uşaqları da çox manipulyasiyaya düşür. Bunun bariz nümunəsini deyim, trendlər. Bəli. Mən öz fikrimdə söyləyirəm, trendlərə qoşulan çox insanların, o ailəyə belə onları demirəm. Amma durmadan görürsünüz, uşaqlar bu trendi təkrarlayırlar. Şəxsi düşüncəsi, şəxsi ixtirası yoxdur. Yoxdur, şəxsi oyunu yoxdur. Şəxsi nəsə üretim Elə yoxdur. deməyək Təlim müəllim. Mən razılaşmıram. Burada həqiqətən razılaşmıram. Çünki burada da qeyd olunub, uşaqlarımızı nə bilim nə edək, belə edək, heç nə eləməyək uşaqlarımıza. Gərəkli deyil sizin o düşüncələriniz. Burada da şəxsi, çünki biz ona qoymuşuq ki, şəxsi olsun Təlim müəllim. Uşaqlara bir imkan veririk mi? Uşaq özünü bir dərk eləsin. Uşaq bir anlamağa çalışsın. Bir dəqiqə yazıb ki, davay girin PUBG oynayın. Ananı da çağır, bacını da çağır, qardaşı da çağır, qohum nənə babanı da çağır. Hamısını çağır, bir yerdə oynayın görün. Onlar da sənə qoşulsalar, davam elə. Qoşulmasalar oynama. Belə bir tövsiyə edim mən sənə. Aha. Yəni dediyim odur ki, burada məsələn deyirik, hər şey uşağın, insanın özündən asılıdır. 3 yaşındakı uşaqdan nə gözlüsünüz Təlim müəllim? Necə onun özündən asılı Bax, olsun? 7 yazıb ki, valla Brawl Stars'ın əlindən 4 miyopam. Gözü zəifləyib 4 miyop olub. Telefon zəng üçün olub. Bəli, Bəyaz Şahverdiyeva. Düzdür, neçə uşağın bir həyatından olub. Gedin canlı futbol oynayın. Telefonda oynamayın. Zeynal yazıb ki, ne inir o? O Zeynal'ın maması, Zeynal'ın atası, Zeynal'ın dayısı, babası, büyük kardeşi, büyük bacısı buradasınız mı? Bir dənə siz baxın zəhmət olmasa, o personajlar ne inirlər? Və ondan sonra Zeynal'a izah edersiniz. Mən buradan izah etmeye vaxtımız yoxdur. Bəli, Səfər yazıb, o ziyandı mı, bu ziyandı mı? Aysu, sen onu olmaz dediğimiz bizim 10-15 illerdi. Ortaya büyük müsibətlər, faciələr çıxmalıydı ki, onu dayandırsınlar. O Aysu kimdisə? Yox, Təlim müəllim, o sual verir. Başda da yazır ki, bəs hələ mavi balina demirəm. Yəni betər oyunlardan danışmaq istəyir. Aha. Zeynal çox gözəl yanaşmaları var. Azadlıq istəyir. Hey. Zeynal, sırf sənin profilini mən çəkeyim Zeynal. Mən axtaracağım. Səni də dəvət eləyəcəm valideyninlə bərabər. Efirimizə dəvət eləyəcəm. Görüm, böyüklərin sənlə razılaşırmı? Ay Zeynal. Tamam, keçdik. Telefon oyunlarında hər kəs telefonda bir aslana çevrilir, bir şirə çevrilir. Nəticə olaraqdan ən böyük problem odur ki, heç kəs həyatda, realda yəni Bir şey, mən keçən dəfə də dedim, indi də deyirəm. O oyundakı uşaq özünü tapır, o uşağın oyunudur. O oyundakı uşaq özünü itirir, o uşağın oyunu deyil. Bu itirmə bilirsiniz necə olur? Sən əlindən qəfil uşağın telefonunu aldınsa, uşaq o uşaqlıqdan çıxdı, başqa bir şeyə keçdisə, uşaqlığı itirmirsən. O uşaq o oyundan, o oyun oynaya, həyatını, yeməyini, sağlamlığını itirirsə, o oyun uşağın oyunu deyil. Uşaq özünü tapmalıdır, nəsə tapmalıdır. Uşaq sağlamlıq, bilgi, xeyir tapmalıdır, faydalı olmalıdır. Faydalı deyilsə, ziyandırsa, o sizin uşağın oyunu deyil, qayda budur. Təlim müəllim, ümumiyyətlə uşaqların üzərinə getməyi heç istəmirəm. Mən uşaqlarla deyiləm, valideynlənəm. Ümumiyyətlə, yəni sizə demirəm, yəni ümumi bildirirəm ki, yəni bir uşağı sən niyə bunu seçdin, sən niyə belə oyun oynadın? Soruşulmaz ki. Doğru deyil yəni. Sənin qurduğun. İxtiyar sahibi uşaqdır ki. Məsələ budur. Yəni biz burada hansı uşağı nə bilim sən niyə belə edirsən, sən niyə edirsən deyə bilmərik. Ona baxan, onun öhdəliyində olan valideyni var. Valideynə cavab verməlidir. Hər bir məsələdə valideyn cavab verir. Valideyn məsuliyyət daşımalıdır.
Yəni ona görə biz uşaqların üzərinə getməyi O istəmirik. çəkmə Zeynal oldu. da ürəyi istəyən kimi doğruları seçsin sadəcə. Yox, yox, doğruları seç. Amma bildiyin doğru deyil. Deyir, doğruları yaxşı öyrənin ki, yaşadıqlarınızı doğru bilməyəsiniz. Və o doğru nə vaxt bilinəcək? Allah ümumən uşaqlara, gənclərə və bütün valideynlərə gözəl həyat nəsib eyləsin. Sağlam və doğru olanları görməyi, seçməyi və tətbiq eləməyi qismət etsin. Arzum və istəyim budur. Bütün ölkəmə, millətimə və ümumən dünya uşaqlarına və böyüklərinə doğru olanlar qismət olsun. Amin. Lakin seçim sənin əlindədir. Bəli. Seçim sənin əlindədir. Evində 5 qapı var. Və sən mətbəxin qapısını açıb yemək yeyirsən, ayaq yolunun, yataq otağının, balkonun qapısını yox. O qapının handle deyirlər ona, tutacağı, ruçkası sənin əlindədir. Sən onu seçirsən. Nə olsun qapılar var, nə olsun onun tutacaqları var. Hardan, necə keçib, harda nəyi eləmək sənin seçimin olduğun kimi mağazalarda da çoxlu oyuncaqlar var və çoxlu oyuncaq mağazaları var və sən hansına girib əlinlə nəyi seçəcəyini gözünlə görüb, düşünüb, qərar verib bir də buradan, ya buradan, ya buradan, ya da ki buradan ödəyib paketə qoyulanda sınmadı mı deyə baxan, onu götürən, evə gətirən, açıb uşağına verən, hətta bəziləri dezinfekt edir ki, mikrob olmasın, spirt deyən, perik istəyən, qaynar su ilə silən və oynayarkən uşağına baxan da sənsən. Seçim səndədir, uşaqda deyil. 65 dəqiqədə 66 dəqiqə çıxandı. Deyir, Zeynəb ara getdin. Zeynəbin mən dedim axı Zeynalı profilini axtaracağım, danışacağım. Nənə, baba, valideyni xahiş elədim ki, mümkün olsa qatılsınlar bura. Çox gözəl olardı. 9-cü sinif şagirdiyəm. Bugünə qədər sosial şəbəkədə oynanan və həmişə aktiv olmuşam. İmtahanda istədiyim nəticədə də yığmışam. Nə gözəl, nə Əla. gözəl. Gəldi ki 11, onda da yığıb hamıya sübut edəcəm. Burada yəni hamıya İnşallah. yığacam yüksək Türk nədir? Türkiyə medal nə Türkiyə olan profil. Sənə demək istəyirəm ki, sən istisna ola bilərsən. Sən iradə edirsən, idarə edirsən. Sən iradəsiz zəif biri deyilsən ki, nələrlənsə idarə olunasan. Amma yadında saxla. Bir insan ziyanlı bir vərdişi varsa və o onu tərk edə bilmirsə, başqa uşaqlara sən elə eybi yox, mən eləmişəm, nə olubdu deyə bilməz. Bu vicdansızlıqdır. Və yaxud da tərk eləmisənsə, eybi yox bala, edin, siz də mənə kimi tərk edərsiniz deyə bilməzsiniz. İnsan həyatında tərk olunmayan onlarla vərdişlər var. İstəyirəm o bacarım. Bəli. Və bayaq da elə sırf o mövzudan danışmaq istəyirdim təlimə. Bəzən elə uşaqlar olur ki, bayaq burada qeyd edən uşaq kimi təbrik edib birinci uşağımızı ki, 9-cu sinif imtahanlarına çox gözəl nəticə ilə qurtarır. Çox gözəl. Sadəcə hər kəs eynidirmi? Xeyr, hər kəs eyni deyil. Çünki o yüzden də biz nə etməliyik? Zərərli olan hər bir şeydən uzaq tutmağa çalışmalıyıq ki, digərləri hansı ki iradəsi zəifdir, daha çox təsir altına düşə bilən uşaqlar var. Məsələn, sırf psixoloji seansdan deyək ki, mənim bir qızımız, hansı ki artıq biz demək olar ki tamamlayırıq seansımızı, bir sinif yoldaşının sözü ilə anoreksiya xəstəliyinə düçar oldu. Nə xəstəlikdir? Arıqlama xəstəliyi, yəni yemək yeməmək və durmadan arıqlamağa çalışdı. 14 yaşı vardı gəncimizin. Problem nə idi? Bir kəlmə söz. Təsir altına düşmək üçün demək ki, bir kəlmə söz bəs eləyir. Bir dəfə məktəbdə sinif yoldaşlarından biri bildirib ki, biz arıq inci olacaq, sən köksən. Bir kəlmə kök söz artıq onun həyatda kök dediyi qızın da normasından 5 kilo çəkisi azdır. Bəli. Yəni gedişat olaraqdan
bir uşağın həyatını bir kəlmə söz necə məhv etdiyini görürük. İndi ona görə mən ona necə deyə bilərəm ki, ay uşaq, sən də oyuna heç bir şey olmaz, sən güclüsən. Güclü deyil axı, zəifdir. Biz onu necə bu ataq uşağı ortaya Olmaz. ki, eyb yox, oradan özü çıxmağa çalışacaq. Xeyr, çıxa bilməz. Dəstək olmalı. Burada bir şey xahiş edeceğim. Yumora bağlayayım mevzunu. Bizde burada bir izleyici var. Murat Aliyev. Brat, this filma seni mənə verseler Yazdakistana, atvet pожалуйста. Yani məni Məşədi İbada oxşadıb ki, səni mənə verseler deyir ki, o değil mi yoksa səhv saldım? Ha, o da odur. Məşədi İbada oxşadıb məni. Yox, o deyiləm. Mən kənd havasından, başqa TV programlarından məşhuram. Təliməm, Çağırsaz ora çəkilişə gələrəm, narahat olma. məncə yetərli biz Yetərli qədər. danışdıq, amma mən sizə... Bir dənə xahişim var, hörmətli valideynlər, hörmətli izləyicilər. Bizim Instagram və TikTok'a xahiş edirik. Burada yazdığınız gözəl rəyləri ora yazın. Deyəcəm niyə? Orada onsuz da yetərli qədər komment var. O onsuz da kəşfətdədir. Lakin ora yazan 60% gənclər valideynin o uşaqlar nə ilə oynadığını bilmədiyi gənclərdir. Və o gənclər bastırırlar ki videonu o problem üzə çıxmasın. Sonra əllərindən oyunlar alınacaq. Anlatabilirəm mi? Və brain rot. Brain rotlar beyin qurdu deməkdir. O bəzi məlumatlar var ki, paradoksa salır insanı. Ömür boyu əziyyət verir, zülm edir beyinə. Bəzi səhnələr var. Və mənə bəzi izləyicilər yazır ki, səncə bir dənə AI ilə, yəni sünni intellektlə çəkilən bir video nə qədər ziyan ola bilər? Gözəl insan deyilmiş bir pis söz ziyan verir. Göstərilmiş bir pis hərəkət ziyan verir. Filmlər qəhrəmanlar yetişdirir. Filmlər, psixologiya, hərəkətlər. Bu nə deməkdir yəni? Mən elementar bir dənə bizim bir neçə mahnımızdakı sözü qeyd edeyim. Deyir ki, istəsən, bizdən qabağa deyilib, Rəşid müəllim də deyib. İstəyirsən elçiləri göndərim, aman atam bilməsin, aman anam bilməsin. Elçi kim göndərilir? Ana ata. Ana ata getmir, kimi göndərəcəksən? Yoxsa bu uşağı aldatmaq üçün qurduğun cümlədirmi? Sonra bir dənə də mahnını deyəcəm, onu siz axtarın. Bir qızılgül əsti, səbrimi kəsti, sil gözün yaşın, ağlama bəsti. Heç bu mahnıların üzərində düşürmüsünüzmü? Ne demek istəyir orada? Under my umbrella, la elah ilah, Deyir ki, çətirimin, zontirimin altında ne Allah var, ne elah var, ne ilah var. He gülür. Bütün dünyaya okuttular. Anlatabilir miyim? Yani söz boş şey değil. Ve sen tekrar ettikçe o dediğin, düşündüğüne çevrilirsen. Boş yere demirler ezber biliğin anasıdır. Ve boş ezber biliğin belasıdır. Boş ezber biliğin belasıdır. Allah peygamber ne diyor? Allahümme inni euzubike min ilmin la yenfa. Fayda vermeyen elimden sana sığınıram. Elim fayda vermir. Diğersiz nece olur? O elimler ki istifade olunur insanın əleyhinə, qətlinə, onlar faydasızdır. Təlimə bildirmək istəyirdim ki, əgər kiminsə psixoloji xidmətə hal-hazırda təbii ki, ehtiyacı varsa, sırf uşaq, yeniyetmə, gənc, yetişkin, fərq yoxdur, problemlərlə bağlı yazsalar... Təkrar, bəli, o texniki səhvli ola bilər. Təkrar biliyin mənasıdır. Yox, təkrar biliyin cümləni necə qurdum mən? Səhv qursam da düzəldim. Təkrar biliyin anasıdır. Boş təkrar biliyin bəlasıdır. Bəhs əzbər nədir? Boş əzbər nədir? O adətən autizmli uşaqlarda olur. Düzdür? Boş və onun əziyyət verir. Və kənardakilərə də əziyyət verir. Bu sadəcə bir səsdir.
və istəmədən edir. Və Rəşdə müəllimə, bir də sizi nə demək istəyərdim? Спасибо тебе. Мурат, как ты понял наш язык? Если ты говоришь, что живешь в Дербенте, или ты из Азербайджана, и как ты понимаешь азербайджанский язык? Благодарю за хорошие слова. Нет, дело психолог другое, понимать другое, иметь сочувствие, сожаление другое и мучиться от этого. Это совсем другое. У всех у нас есть дети, у братьев, у сестер есть дети. И мне каждый раз говорили, тебе какое дело? Зачем ты каждый раз кому-то что-то объясняешь? Тебе что, жить надоело? Или у тебя много времени? Нет, нет, нет. Мы говорим, что дети наше будущее, и мы живем, чтобы наши дети выросли как цветочки, как в саду. Если я не буду чистить эти паразиты в мыслях у этих детей, то эти дети будут расти с моими детьми. И поколение изменится. Ha? Hədiyyə verilmir. Veriləcək. Hədiyyələrin hər birisi həftə sonuna qaldı. Onlarla, 20'lərlə yarışlar keçiriləcək. O yüzden biz size teşekkür edirik, güzel insanlar. Xahiş ettiğim kimi bir dənə Instagram Oxu Tədris Mərkəzi və TikTok Oxu Tədris Mərkəzi yazırsınız. Doğru yolla düzgün təhsildə bir fikrinizi xahiş edəcəm sizdən. Bu da mənə görə yox, səhifəyə görə yox. Səhifə irəli gedir, səhifəyə tanıyırlar, səhifəyə məşhurlar tanıyır. Sadəcə doğru fikirlər çox olanda, doğru fikirləri oxuyanda, önə doğru fikirlər çıxanda, hər kəs doğrunu öyrənsin. Təlimimə bildirdim bayaqlarım. Əgər Edilir, bəli. kimisə psixoloji dəstəyi, Aha. təbii ki, burada biz böyük bir dəstək göstərə bilmirik, amma Bəli, müəllimə demişdi ki, bura gələndə Oxu Tədris Mərkəzinin adından bu ayın sonuna qədər gələn valideynlərə nədir hədiyyə? Konsultasiya. ödənişsiz konsultasiya. Ödənişsiz konsultasiya, hörmətli izləyicilər, ödənişsiz konsultasiya. Əvvəlcədən zəng edərək, xəbər edərək, 1 saat, 1 gün, 3 gün, 1 həftədən sonra xəbər edirsiniz və gələrkən zəng edirsiniz ki, seansda olmasın. Gəlirsiniz, ödənişsiz konsultasiya suallarınızı canlı verə bilərsiniz. ERALEP layihəsinin testoru Rəşidə müəllimədir. Azərbaycanda 20 ya 30 ya səhv etməmsə testor var. Yox, təlimim azdır. Azdır. 50 olsun. Ölkə üçün 50 çox deyil. Və onun ikisi bizik. Həm də Amerikan Psixologiya Assosiasiyasının üzvüdür. Bir də bir mövzu var. Toxunuş. Baxın, bu telefon sensor toxunuşdur. Düzdür. Əgər sən buna belə bərk vursan, ən azından şüşə qoruyucusu qırılar. Ya da barmağın, dırnağın əzilər. Uşaqlar sensordular. Və müəllimənin uşaqlara sensor toxunuşu var. Anlatabilirəm mi? Tamam, başka? Siz... Buyurun, sual vermək istəyir. İsmail Abdullayev. Aleyküm salam. İmkan verdiği xala danışsın. Danış xala. Can bana, danışalım. Xala danış diye uşaq səni dinləmək istəyir. Baş üstə imkan verin, baş üstə. Milana, danış xala. Sualınızı verin, danışaq. Yox, siz şey istəmirsiniz. Eralep haqqında danışın. Buyurun, Fuat Şirinov. Nə üçün oyun olmaz? Sizcə nə üçün oyun olar? Və hansı oyun olar? Süleymanın şeyi var. 50 min Ага, Azərbaycan 50 тысяч, молодец. Maşallah. Благодарю вам. Мы из Азербайджана, из платформы TM Каризма, и я, Талия Мамедов, передаю привет всем Salam. сожильцам, да, всем, всему Дербенту,
Əslində население Дербента. И всем сожительцам, нашим сожительцам, азербайджанцам, мы с хорошими намерениями, с наилучшими мыслями и с красивыми словами мы приветствуем вас, желаем вам наилучшего. И чтобы вы тоже выбрали наилучших. Да. Это относится ко всему и к нам. Нам тоже относится это. Потому что, когда у нас выбор есть, два выбора, хороший и плохой. Например, чай или ледяная вода. Мы выбираем, что холодную воду полеем. Полезное или не полезное, фастфуд. Выбираем фастфуд. Воду или другие напитки. Vıbır zavanı, zananı. Burada bildirirlər ki, telefon oyunlarının ziyanları nədir, necə uşaqlara başa salaq. Təbii ki, uşaqlara başa salmaq çox çətin olur, izah etmək. Sadəcə biz uşaqlara daha faydalıları göstərməklə onları yönləndirmiş oluruq, daha faydalı oyunlarla. Bu da təbii ki, valideynlərdən çox şey asılıdır. Sima yazıb ki, siz indi nə demək istəyirsiniz oyun oynayanlara, cavablandır. Oyun oynayanlara, uşaqlara biz heç nə demirik, valideynlərinə deyəcəyimizi dedik. Zəhmət olmasa bu canlı bağlanandan sonra canlını valideynlərlə bərabər otur izlə. Onlar izah eləsinlər ki, biz nə demək istədik. İsmail Abdullayevin sualı, qızımın deyir 12 yaşı var, sinif yoldaşlarının yanında çox qapalıdır. Bildiyi dərsi danışmağa utanır, özünə çox qapanıqdır. Ümumiyyətlə, maraqlıdır, uşaq özünü sizin yanınızda da necə aparır, yəni ümumiyyətlə tanıdıqları, bildiklərinin yanında necə aparır. Burada yaşıdlarının təbii ki, bullyingə də məruz qala bilər, eyni zamanda da sosial bir uşaq olduğu ortaya çıxır. Bir ətrafına maraqlanın, bir uşaqla evdəki davranışlarına diqqətli olun. Çünki özünə qapanmalar, mən bir dəfə yadınızdadır Mütəyyən. Bullying, baskı, əziyyət uşaqlar tərəfindən edilmiş zülümdür də. Zorbalama, bəli, zorbalama əsas gedir. Yəni, təhdid etməyə, qorxutma hallarıdır ən çox. Yox, oynama. Sima Aliyeva, yaşını bilmirəm neçədir. Mən istəyərdim ki, valideynini çağırasan. İstəyərdim ki, valideyn də sənin əvəzinə yazsın. Mən bu mövzunu valideynindən də göstər. O izah edər sənə ki, biz səhv deyirik, düz deyirik. Əgər biz düz deməmişiksə, valideynindən danışarıq. Ümumiyyətlə, yəni gedişat olaraqdan təliməm, adətən soruşurlar ki, biz necə edək, yəni uşaqlarımız. Yəni biz sadəcə elə eləməliyik ki, uşaqlar ümumiyyətlə, yəni zərərli, özünüz bir baxın da, yəni mən keçən dəfə də o misalı çəkmişdim. Dondurma bir dənəsini yesək bəsdir. İkincisini yeyəndə necə olur uşaq? Boğazı gələcək, üçüncü yeni daha bir istəyir. Onun üçün dayan yoxdur. Təbii ki, uşaq üçün fərqi yoxdur axı. Biz nə edirik? Onu daha fərqli bir şeylə etməyə çalışırıq. O yüzden də yəni bunu deyirik belə, məsələn, hansı oyun məsləhət? Heç bir oyun məsləhət görmürəm. Məndən olsa ümumiyyətlə uşaq telefona yaxın getməz. Yəni mən bunu istəyirəm. Təbii ki, siz eləyə bilərsinizmi buna? Nə yazıb? Vallahi inəksiz yaşaya bilmirəm. O oyunlar mənə zülm verdilər. Bu düşüncənizi çox istəyərdik bizim o videonun altında şərhlərdə qeyd eləyək. Çox xahiş elədik, hörmətli izləyicilər. Oxu Tədris Mərkəzi. Yazın ora fikirlərinizi, faydalı fikirlərinizi, burada düşündüklərinizi yazın ki, bugün uşaqlar o sözü eşitsinlər. Eyb yox. Bir toxumdur. Qəlblərinə, düşüncələrində qalsın. Çünki onsuz da o 20 ildən sonra öz evladına bizim dediklərimizi deyəcək. Sizin dediklərinizi deyəcək, hörmətli valideynlər. Kinolar deyirlər, ən çox uşaqları pis yöndə yönəldir. Bəli, Tək bəli. kinolar deyil axı. Yox, kino da yönəldir. Yox, mən bir dənə bir şey deyim. Baxın, heç kəs təqsirkar deyil. Hər kəs bu dünyada öz məhsulunu satır. Təqsir alandadır. Təbii ki, tam doğru. Biri xarici kino belə, o birisi kino, bu birisi kino. Mənə bir dəfə bir aktyor sual verdi. Dedi ki, axı dedi, bizdə indi başlayıblar. İndiyə kimi xaricdə 10 illərdir biz belə
pis kinoları görürük, mafiyaları, qətilləri görürük. Dedim ona kino kimi baxırdı. Və bunu bir düşüncə, xəyal, təxəyyül, fikir kimi görürdü. Vətənində doğması, qonşusu küçədə o birisi bu birisi eləyəndə, rola çəkiləndə, doğma dildə tanış simanı görəndə artıq buna icazəli sayılır. Bəli. Burada təlim müəllim, həmin o İsmail Abdullayev yazıb, bəli, məktəbdə hərdən olur, sinif yoldaşları tərəfindən evdə çox özünü ifadə edə bilir, ancaq məktəbdə yox, məhəllədə ancaq elə deyil. Siz zəhmət olmasa uşağınızın yanında olun. Mən bəzən yanında olun deyəndə çox təəssüflər olsun ki, valideynlərimiz tamam yanlış bir yöndə yaxınlaşırlar uşağa. Soruşmağa cəhd eləyin, onun sinifdə incidən uşaq varmı? Dəstək olmağa çalışın, dinləməyə çalışın. Ən vacib olanı budur. Biz uşağı qarşımıza qoyub başlayırıq danışmağa. Nə bilim nəsihətlər, nə bilim fikirlər, yeridirik. Amma inanın ki, onlar bizim heç bir sözümüzü dinləmirlər. Çünki bizim davranışlarımıza fikir verirlər və bizim onlara qarşı olan münasibətlərimizə fikir verirlər. Siz sadəcə soruşun və soruşun, qoyun o danışsın. Danışdıqlarında zaten bəlli olacaq hansı uşaq ona qarşı necə münasibət göstərir, hansı uşaq onunla necə ümumiyyətlə sinifdə danışır. Bir təsəvvür edin ki, hansısa bir uşaq onu ciddi şəkildə qorxudur və o da məcburən orada susur, danışmaq istəmir, fikirlərini ifadə etmək istəmir və bununla da həyatında ciddi sarsıntı vermiş. Yazıb ki, Kurtlar Vadisi'ne baxmışam, böyümüşəm, böyük kişiyəm, heç nə də olmuyor. İradəniz var. Rəşdə Məhəmməd çox gözəl, qısa cümlələr var. Deyir, doğruları tanıyıb, doğruları seçə biləcək yaş və ağıldasınız. Doğruları da seçirsinizsə, doğru insansınız. Təlim müəllim, bir kəlmə deyim, bircə kəlmə. Fuad Şahmarov, sizin psixoloji probleminiz var. Çünki özünüzü hal-hazırda belə, burada belə sübut etməyə çalışırsınız. Siz zaten psixoloji problemlisiniz. Yəni təsdiq axtarır. Təbii ki. Ki, mən eləmişəm, amma pozulmamışam. Və yaxud da eləmişəm, amma korlamamışam. Eləmişəm, amma dəyişilməmişəm. Psixologiyam pozulmayıb. Gözəl insanlar. Bunu deməyə də təlim edim. Allah qorusun. Biz kimisə burada alçatmaq niyyəti danışmırıq. Allah qorusun. Nə də ki, inciməsin. Sadəcə gedişat olaraqdan durumu izah edirik ki, həqiqətən psixoloji problemi olan bir insan özünü hal-hazırda göstərə bilmir, təyin edə bilmir, yerini tapa bilmir. Mərdan, təşəkkürlər. Bu yüzdən də bir özünüzü araşdırın. Gözəl insan. Burada psixoloji problem bilirsiniz nə deməkdir? Məndə də elə bir problem var idi. Yəni, mən hər kəsə sübut eləməyə çalışırdım ki, mən bunu eləməmişəm. Mən elə deyiləm, mən siz düşündüm. Və mənə, bilirsiniz, rayonda olarkən bir izləyici, üzr istəyirəm, seans üçün bir şəxs zəng vurdu, deməyəcəm, qadındır, kişindir. Zəng vurdu, dedi ki, mənim uşağımda belə, uşağım belə, övladım belə və sonunda dedim ki, sizin övladınızı görməmişəm, amma düşünürəm ki, ondaki problemi siz açmışsınız və sizdən qaynaqlanır. Dedi, niyə? Niyə bu qərara gəldiniz? Və mən sizə izah edim, cümlə qururam. Cümlə quruluşa baxın. Baxın, hörmətli izləyicilər, əslində mən sizə elə şeylər demək istəyirəm, amma deyə bilmirəm, çünki deməyimdə məqsəd odur ki, amma demək istəyərkən qorxuram, amma siz yanlış anlamayın, mən onu demək istəmirdim, amma hələ bir şey deməmişəm. Hələ fikrimi ifadə edə bilməmişəm. Yəni, uzun üzrxahlıqlar, təsdiqlər, anlatma, özünü anlatma. Bir qayda var. Bizi bilən bilir, bilməyən özü kimi bilir. Bizi bilən bilir, bilməyən özü kimi bilir. Maraqlı deyil. Sən doğru etmisənsə, düz etmisənsə, bitdi. Dəridən qabıqdan çıxmağın artıq problemi göstərir. Məsələ budur. Burada qeyd olunub Bəli. Bu son baş verən hadisə ilə bağlı, uşaqlar davası ilə bağlı məhəllədə dava olmuşdu. Daha sonra polislər aparıb şöbəyə, valideynləri çağırıb üzr videosu yayıblar. Oğlan uşaqlarımız qız kimi böyüməlidir məyər? Xeyr, elə deyil. Qız kimi böyüməli deyil. Onların məqsədi bilmirəm nədir, təlim müəllim, üzr videosu yayılmağında filan, onları bilmirəm. Biz ora qarışmırıq. Amma bir oğlan uşağı dava eləyərək mi özünü tanıtmalıdır? 7 nəfər, 1 nəfər deyərəkmi? Məsələ budur. Ya, bir dəqiqə, necə? Yaxşı, qaydaq ikinci mövzuya mən bir kişi kimi danışım. 7 insan, 2 insan, 3 insan birini təkləyərək
vurmağı doğru deyil. Bir, vurub onu yayaraq öz gücünü göstərmək bu gücdən deyil. Anlata bilirəm? Və problemi həll etmək istəyirdinsə, problemin həlli etməyin yolu da bu deyil. Və bəzən olur ki, mən məsələn binadan belə boylananda 2 nəfər kişi söhbət edir, vicdan söhbət edir, qeyrət söhbət edir və ağzına gəldiyi kimi danışır. Deyirəm, siz orada kimin vicdanını həll edirsiniz bilmirəm. Buradakı 500 nəfərin vicdanı burada qaldı. Ha, oldu müəllim, oldu deyib gedirlər. Yəni cümlənin də, sözün də həlli yolu var ha. Anlata bilirəm? Birini həll edərkən o birilərini dağıtmaq yoxdur. Onun olan əsrətində var idi. Doldurur saxsı qabı, sonra görür yeri qalmayıb bir ovucun için neyini çevirip qabın altına doldurur. Dağıttın. Evet. Sen bir ovucu kurtarmak için çok videolar var. Eğer götürmek istəyəndə yumurta qırılır, bir pomidoru götürmək istəyəndə səbət aşır. Bəli, bəli. Yəni bəzən elə olur ki, nə isə qurtarmaq edirik, hər şeyi dağıdırıq. Elə deyil. Sonda yekunda bunu bildirək ki, hörmətli izləyicilər. Yox, Fuad bəy, biz sizə pis söz demədik. Hətta öz üzərimdən gətirdim, Fuad Şahmarov. Siz düz anlayın. Fuad bəy nə yanlış anladısa yanlış anlama. Öz üzərimdən də mən misalı verdim. Olsun. Əslində Təlim, böyük bir dəstəyimiz var. Fuad müəllimin özünə də böyük dəstəyimiz oldu bu sözlərlə. Yəni bir özünü araşdıracaq ən azından. Çünki hər birimizin psixoloji dəstəyə ehtiyacı var. Hətta biz psixoloqların belə ehtiyacı var. Təlim müəllim, özünüz də bilirsiniz. Bunu çox gözəl. Gözəl insanlar, bu psixoloqun psixoloqa ehtiyacı almaq sözü nə deməkdir bilirsinizmi? Bir psixoloq bir ayda 100-150 dənə pis hadisə eşidir, təsirlənir. Və o da özünün halını başqasına danışaraq, mən danışanda deyirəm ki, təsirlənmə, sən deyir, niyə axı, mən insanam, insafım, vicdanım sızıldayıb, deyirəm, sızıldayacaq. Amma sən körransan, sən psixologiyan pozulsa, sən artıq heç kəsə dəstək ola bilməyəcəksən. Ümumiyyətlə, Təlim müəllim, bir psixoloqun mütləq ki, özünün uşaqlıq travmaları var, gənclik travmaları var. Sadəcə biz nə edirik? Travmalarımızı işləyirik, hər zaman işləyirik. Travmaları işləməsək, digər insanlara kömək etmiş olmarıq. Və edə də bilmərik. Təbii ki, çünki özümüzə hər hansı bir təsəvvür edin ki, psixoloqa hər hansı bir hadisəni danışırlar və o hadisə hansı ki, psixoloq özü də yaşayıb. Sizcə o necə? Mən keçən dəfə demişdim, ağciyər xəstəsi, bu mənim müəllimimin sözüdür. Ağciyər xəstəsinin halını yalnız ağciyər xəstəsi başa düşər. Gözünün görmədiyi halını yalnız gözü görməyən başa düşər. Mikrofonu çıxartdım, çünki 30 saniyə sönəsi idi telefon sönməsində. Hörmətli izləyicilər, məncə bu qədər bəsdir. Texnologiya faydalıdır, nəzarətsiz olanı yox. Evin bıçağı belə, uşağımıza 3 yaşlı, 2 yaşlı uşağa belə qaşıq verilir, kəsici alət vermirik. Və nəzarətsiz istifadə olunan kəsici alət belə təhlükəli silahdır. Bu cür texnologiya sən uşağını, baxın, sən uşağını baxdığı məkanlara göndərməzsən, sən uşağını oynadığı oyunlar olan zallara, insanların yanına bırakmazsan, amma bütün o oyunları, o insanları, o sözləri birbaşa uşağının qəlbinə və düşüncəsinə bırakırsan. Bitti bu ilə. Seçim buradadır. Çox təşəkkür edirəm sizə. Siz sağ olun. Minnətdarım. Yenə bu İsmail Abdullayev istəyirəm dəyərləndirək. İstəsəniz bizim mərkəzə gətirə bilərsiniz. Biz sizin uşağınızla da ətraflı danışa bilərik. Ən az bir dəstəyimiz dəymiş olar. Çünki bir qız uşağının sıxılaraq hər hansısa bir məsələdə özünü etiraf edə bilməməsi çox narahatçılıqdır. Qısa bir dəstək olaraqdan deyəcəm təlimlərim. Orada bildirir ki, valideyn dərs danışanda mənə güləcək. Ayrıca biz belə olanda uşaqlarımıza bildiririk ki, güzgü önündə danışsınlar. Bir müddət güzgü önündə öz fikirlərini ifadə etməyə çalışsın və ümumiyyətlə güzgü önünə keçsinlər və danışdığı zaman orada özlərini izləməli olsunlar. Bu da uşaqların ümumi nitqinin inkişafına, nəinki uşağın, eyni zamanda böyüklərin nitqinin inkişafına çox ciddi təsir göstərir. Burada sonda bir şey deyim mi? Ümumi qayda olaraq mən öz üzərimdən də, seanslardan da danışdım, burada da danışıram və demək istədiyim nədir? Əgər sən başın dinc olsun deyib,
aman mənə yaxşı olsun deyib, yaxşıdırmı, pisdirmi demədən uşağa nəyəsə icazə verirsənsə, uşağa onu verirsənsə, artıq sənin psixoloji problemin var. Çünki bir uşağı və gələcəyini və ziyanını düşünmədən etmək bu problemdir. Və psixoloji problem deyərkən, əziz izləyicilər, psixsən, ruhi xəstəsən, ağlın çatmır, zəka geriləməsi, geri zəkalı, o demək deyil. Psixoloji problem odur ki, yəni sənin düşüncələrinin, mənim düşüncələrimin, kiminsə düşüncələrinin harasındasa bir problem var. Nəsə düz getmir deməkdir. Əgər mənə bu bəzi bir şeylər stres, problem yaşadırsa, buna aşığı, lazımından çox anlam, məna və dəyər yükləmişəm deyədir. Əgər sən deyilən bir sözə çox dəyər yüklüyürsənsə, hə? Bitdi? Xeyr, bitmədi. Siz çıxdınız müəllimə. Hə. Yox. Davam edir, canlı yayın davam edir. Dondu deyəsən. Hə, dondu. Dondu məncə. Hə, telefon söndü deyə dondu. Bir dənə tez bağlayıb açaq. O, qəşəng. Bir dəqiqə açıram. Hə, ümumi oldu, təlimən deyəsən. Çox adam da getdi. Bütçə dəqiqə. Tamam, bir də açıram. Nə oldu? Başlatdı. Dondu, bəli, dondu. Zaryadka bitəndə donur. Canlı yayındayıq yenə. Tamamdır. Aha. Bir də davam edək canlı yayına, hörmətli izləyicilər. Mövzu hörmətsizlik olmasın deyə, yarımçıq olmasın deyə canlını yenə açdım. Bu bir texniki bir problem oldu. Söndü telefon o yüzden. Aha, canlı yayındayıq yenə. Canlı yayın. Aha, TM Karizma canlı yayında. Hə, telefon sönmüşdü hörmətli izləyicilər. O yüzden biz davam edək, sağollaşma edək. Bir daha salamlayırıq və aha. Xanım yazıb ki, kompleksdə insanın özünə etməsi psixologiyadan Kompleksdə insanın özünə etməsi. nəsə ziyan vurması yəqin. Yəqin kompleksli olması bildirir. Təbii ki, ziyandır, əlbəttə. Yox, bitmişdi, zaryadka bitmişdi, enerji o yüzden. Herkese. Bizə siz salamlayırıq. Son dəqiqələrdir, son dəqiqələrdir. Dediyimi mümkün dərəcədə edin, doğru fikirlər yayılsın deyə. Belə verilişlər formatına çox keçəcəyik, gündüz və gecə. Saatdan bir verilişlərimiz olacaq. Bugün ilk qonağımız Rəşidə xanım Allahverdiyeva oldu. Günlük həyatımdan olsun, insanlarla ünsiyyətdən olsun, bunu soruşam, sağ olun. Yox, biz sualı tam anlamamışıq, ha. Dimitri, tam anlaya bilməmişik. Oxuduğumuzu biz bildiyimiz kimi anlaya bilərik. Ətraflı yazın. Ümumiyyətlə, yəqin ki, bildirir ki, günlük Zəiflədi. Kompleksli olmağın, yəni bizə zərərlidir. Əlbəttə zərərlidir, hər bir haldan zərərlidir. Yəni, biz bunu adətən izahlı veririk, yəni
ümumi məlumat olsun deyə daha çox izahlı veririk. İzahımız nədir? Məsələn, kompleksdə olan insan hər zaman gərgin halda olur və bu gərginlik istər-istəməz insan sağlamlığına zərərdir və zərər verirsə demək ki, heç də faydalı deyil. Yəni, əgər zərəri varsa artıq faydalı olmadığı bəlli olur. Biz sizə təşəkkür edirik. Qoy hamısı yığılsın, Əgər sağollaşıb gedək. dəstəyimiz dəydisə nə gözəl. Müəllimə, əslində bunun kimi çox mövzular var. Hərəsi bir ayrı bir mövzudur. Bizim izləyicilərin, gənclər, burada bir şey deyəcəm mən sizə. Gənclərin burada rahat fikir söyləməsinə icazə verin, gözəl insanlar. Biz sizi anlayırıq, biz sizi başa düşürük deyərək heç dinləməməyimiz bizim anlamadığımız, başa düşmədiyimiz insanlara çevirər bizi. Qoyun fikirlərini rahat desinlər. Çünki əgər bir insan sosial şəbəkədə durmadan nə gəldi danışa bilirsə sərhədsiz, bu o deməkdir ki, o danışa biləcəyi lazım olan yerlərdə susturulub. Dimitri deyəsən bildirdi ki, günlük həyatda insanın özünü kompleksli hiss etməsi, qarşıdakı insana ünsiyyətdə danışıqda özünü ifadə edə bilməkdə olan çətinlik, bəli, bu çox ciddidir və fəsadlıdır. Çünki insan özgüvənsizdir, özgüvənsiz olduğu üçün də heç kəslə münasibət qura bilmir. O yüzden də təbii ki, psixoloji seansa ehtiyacı var. Bəli. Amma mən bir sözüm var, düzdür, psixologlar mən bu sözümü qəbul eləmir, yəni burada deyim, amma hər zaman dediyim bir sözdür, hər bir insan özünün psixoloqu olmalıdır, özlərində işləməlidir. Nəyin faydalı, nəyin zərərli olduğunu bilir, özünün faydalı olanlara daha çox təhrik etməli, daha çox bacarmalı. Və indi də həqiqətən biz deyirik, texnologiyanın ümumiyyətlə bizə zərəri yoxdur, əksinə daha çox faydası var. Faydası var çünki daha çox bilgiləri daha tez şəkildə, daha, məsələn, əgər biz müəyyən bir bilgini mən həmişə öz universitet illərimizdən danışırıq. Biz bir mövzunu işləməkdən ötəri mütləq gedib hansısa kitabxanada günlərimizi itirirdik, yəni bir diplom müdafiəsini etməkdən ötəri. O yüzden də nə etməyimiz lazımdır? Ən lazım olan, amma indi hər şey əlimizin altındadır, yəni bir söz qədəri yaxındır. Yazırıq və ətraflı məlumatı almış oluruq. Özünüzə bir baxın, kompleksli olacaq məsələlərdə özünüzün dəstək olacaq hər bir mövzuları özlərinizdə işləyin. Yox, elə